Herkese her vaxtınız xeyir olsun. Bugün mən sizə əməliyyat sistemlərindən çox gözəl bir sual izahını verəcəm. Bu həm magistrlara, həm abituriyentlərə faydalı bir sualdır. Deməli, bu bir sınavda istifadə olunan sual tipidir. İlkin mətn redaktorunda yazılmış əməliyyat sistemi ifadəsində kursorun mövqeyi ilk Y hərfindən dərhal sonradırsa, hər dəfə həmin mövqedən başlamaqla aşağıdakı hallar üçün uyğunluğu müəyyən edir. Yəni, buradakı əməliyyatlar ardıcıl aparılmır. Sadəcə hər birini ayrılıqla tətbiq edirik bu sözə və uyğunluğu təyin etməyə, müəyyən etməyə çalışırıq. Deməli, bizə deyir ki, kursorun mövqeyi ilk Y hərfindən dərhal sonradır. Yəni ki, biz kursorumuzu gətirib qoyuruq burada ilk Y hərfindən dərhal sonraya. Bizə deyir ki, birincidə 4 dəfə delete əmrini icra et. Biz bilirik ki, delete kursorun sağındakı simvolları silir. Yəni, delete kursorun sağındakı simvolu siləcək. 4 dəfə sıxıramsa, kursorun sağındakı 4 simvolu siləcəm. Yəni, Y-ni siləcəm, A-nı siləcəm, T-ni siləcəm və biz bilirik ki, boşluğun özü də bir simvoldur. Ona görə mən burada boşluğu da siləcəm. Sonra bizə deyir ki, 3 dəfə sol ox düyməsini sıx. Bilirsiniz ki, sola doğru istiqaməti olan ox kursorun yerini hər dəfə sola doğru dəyişəcək. 3 dəfə sıxıramsa, baxın, 1 dəfə sıxacam, kursor gələcək bura. 2 dəfə sıxacam, kursor gələcək bura. 3 dəfə sıxsam, artıq kursor gələcək bu hissəyə. Sonra deyir ki, 3 dəfə backspace əmrini icra et. Biz bilirik ki, backspace, yəni back geri deməkdir. Kursorun solundakı simvolu silir. 3 dəfə sıxıram, 1 dəfə Ə-ni silirəm, 1 dəfə M-ni silirəm, 1 dəfə Ə-ni silirəm. 3 dəfə sıxdım. Və nəhayət belə bir, necə deyərlər, ifadə aldıq. Link sistemi. Biz görürük ki, link sistemi hardadır? Y variantında. Yəni, birinciyə uyğun gəldiyinə Y variantı. Daha sonra keçək ikinci hissəyə, ikincinin uyğunluğunu təyin etməyə çalışaq. İkincidə deyir ki, 2 dəfə backspace. Yenə, kursor ilk Y hərfindən dərhal sonradır. 2 dəfə backspace kursorun solundakı silirdi. 2 dəfə sıxıramsa, üzr istəyirəm, solundakı. Kursorun solundakı bu tərəfdir. Kursorun solu. Y-ni silirəm və I-ni silirəm. Sonra 4 dəfə delete. Delete bilirik ki, kursorun sağındakını silir. Deməli, 4 dəfə delete çıxırıqsa, sağdakını siləcəyi 4 simvol sağdakını. Y-ni, A-nı, T-ni və bilirik ki, boşluğun özü də bir simvoldur və boşluq simvolunu da silirik. Və beləliklə nəticəmiz nə olur? Əməl sistemi. Əməl sistemi B variantındadır. 2-yə uyğun gələcək B variantı. Nəhayət son olaraq 3-cüyə baxaq. Yenə kursorumuzu birinci Y hərfindən dərhal sonraya yerləşdirək. Deyir ki, bir dəfə sağ ox, yəni istiqaməti sağa doğru olan ox nə iş görür? Kursorun yerini bir simvol sağa doğru dəyişir. Yəni, kursor gələcək artıq bir simvol sağa doğru, yəni digər yanın dərhal sağına. 4 dəfə backspace. Biz bilirik ki, backspace soldakını silir. 4 dəfə sıxıram. 1, 2, 3, 4. Bu 4-ünü sildim. Sonra 2 dəfə delete. Delete kursorun sağındakını silir. A-nı sildim. Bir də T-ni sildim. 2 dəfə sıxıram. Qaldı əməl sistemi. Deməli, bu da D variantı olur. Yəni, sualda doğru cavab 1B, 2B, 3 isə D variantı olmuş olacaq. Ümid edirəm ki, sualın izahı sizin üçün aydın oldu. Növbəti videolarda görüşməyə ümid edirəm.